Onu da yey, Ona görə də və ondan başqa da ağrının məhsulu olan propolis, vərəmmu təbii antibiotikdir. Bir mənalı şəkildə məhv eləyir. Bu gün böyük xəstəliklərin yaranması kökü antibiotikdəndir. İnsanlar görürsən, istifadə edirlər öz başına, neynirlər, hansı faciələrlə üzləşirlər. Xırdalamıram burada. Ona görə sən gərək bunu propolislə, arının vərəmmundan sən bunu həll edə bilirsən. Çək tozundan, arı südündən, balla. Bunlar bir yerdə qoymur immuniteti. Bir zaman demişdim ki, bax, Temürləngin qoşununa vəba xəstəliyi, yox, cuma xəstəliyi düşür. Və neynə? Deyirəm, qorxur, çağırır bir həkim, kim bir Loğman tapırlar. Deyir ki, Loğman deyir, nədir? Deyir ki, bəs mən qorxuram da, bizi gəlir, mənim qoşun. Deyir, bal yeyirsinizmi? Deyir, mən də yeyirəm, ailəm də yeyir, mən nətər Temürləngəm. Sərkərdələrimin də ailəsi yeyir. Deyir, kim bal istifadə edirsə, onlar qorxmasınlar. Gör, siz təsəvvür, hələ bal, təkcə baldan. Doktor, yəni demək istəyirdim ki... Mikrofona elər mənim. Yəni o sarımsağın gündə bir dənə heç bir ziyanı yoxdur ki? Heç bir ziyanı yoxdur. Ancaq məsləhət gör, bir dənəsi heç nə mümkündür. İnsanlar var, çox yeyirlər. Çox yeyirsə, məsləhət görülür adamlara ki, onlar tutaq ki, ayda bir dəfə, 2 ayda bir dəfə qanın laxtalanmasını yoxlatsınlar. Başqa heç nə. Amma bir dənənin ziyanı yoxdur. Bir dənənin heç nə ziyanı. Qanın necə laxtalandırır, doktor? Meyillik yaradır, bəli. Qanı laxtalandırır. Əgər çox yesək də, təbii ki. Təbii. Mən yadıma gəlir... 3 diş, bir sarımsaq yox, 3 diş. Birini səhər, birini günorta, birini axşam yeysən, heç vaxt heç nə. Doktor, mən inansam bir vaxtlar doğru